Salam əziz izləyicilər, son günlər hamını düşündürən suallardan biri qızıl və gümüşün qiyməti yenidən bahalaşır və bu yüksəliş davam edə bilərmi? Əvvəlcə qrafikə baxaq. Son günlər qiymətli metallarda ciddi hərəkət görürük. Məsələn, 7 avqustda qızıl təxminən 2,4%, gümüş isə 3,4% yüksəliş əldə edib. Qiymət artımlarını müşahidə edirik. Bəs bunun arxasında nə dayanır? Birinci faktor ABŞ faiz dərəcələri və dollar. Burada dolların da qrafiki ilə tanış olaq. Necə qiymət itirdiyini buradan görürük. Gümüşün və qızılın qiymət artımının birbaşa səbəblərindən biri kimi göstərilə bilər əslində bu. Faizlərin aşağı düşməsi və ya bazarın daha yumşaq siyasət gözləməsi qızıl üçün müsbət faktor ola bilər. Çünki qızıl faiz gətirən aktiv deyil əslində və faizlər aşağı düşəndə onun alternativ xərcinin azalması qiyməti dəstəkləyə bilər. İkinci faktor geosiyasi risklər. Dünyada qeyri-müəyyənlik artanda investorların bir hissəsi qızılı ənənəvi təhlükəsiz yatırım kimi görürlər. Üçüncü ən vacib səbəblərdən biri isə mərkəzi bankların qızıl alışıdır. Son məlumatlara görə mərkəzi banklar son 10 illərdə əvvəlki 10 illiklərlə müqayisədə daha yüksək tempdə qızıl toplamağa davam edirlər. Gümüşdə isə əlavə faktorlardan biri gümüş həm qiymətli metal, həm də sənaye xammalıdır. Buna görə də sənaye tələbi və qlobal iqtisadi gözləntilər onun qiymətinə təsir eləyir. Amma burada vacib məqam var. Qiymət qalxması onun mütləq qalxmağa davam edəcəyi demək də deyil. Belə sürətli hərəkətlərdən sonra korreksiya da mümkündür. TradingView'də isə mənim diqqət etdiyim əsas məsələlərdən biri trend, dəstək və müqavimət xəttləridir. Gördüyünüz kimi burada hazırda gümüşün qrafikidir və bu hissələrdə dəstək alaraq sürətli şəkildə bu günümüzə kimi 7 avqusta kimi yüksəliş davam etməkdədir və sizin də fikirləriniz maraqlıdır. Bəs sizcə bu yüksəliş davam edəcəkmi, yoxsa qarşıda korreksiyalar olacaq? Siz də fikirlərinizi şərhlərdə bildirə bilərsiniz və bu mənim üçün çox maraqlıdır.